Salam əziz şagirdlər, hər birinizi Mendeleyevizm kanalından salamlayıram. Ümid edirəm ki, bu kanal mənim üçün də, sizin üçün də faydalı bir kanal olar. Gəlin vaxt itirmədən sualların izahına başlayaq. Biraz ekranı böldüm. Hansı oksid adi şəraitdə qazdır deyib sual verib. Gəlin baxaq birlikdə. Əgər alüminium varsa, alüminium metal olduğu üçün qaz olma ehtimalı yoxdur. Dəmir varsa yenə eyni şəkildə, silisium var yenə eyni şəkildə, mis var yenə eyni şəkildə. Deməli, cavab sadəcə B variantı qalır. Azot dioksid, azot NO2 formasında olan qonur rəngli qazdır. İkinci suala keçək. Hansı birləşmədə hidrogen atomlarının sayı bərabərdir? Birinci birləşmədə 3, 2, 5 dənədir. İkinci birləşmədə 7, 2, 9 dənədir. İkinci birləşmə daha doğrusu buradadır. 6, 7 dənə və 5, 6, 7 dənə. Deməli, cavab olacaq 2, 4, B variantı. 78-ə baxaq. 5 litr karbon dioksid almaq üçün neçə litr etanı yandırmaq lazımdır? Əvvəlcə etanın yanma reaksiyasını yazaq. Ümumilikdə isə bütün qeyri-üzvi maddələri yandırdığımız zaman CO2 və hidrogen qazı ayrılır. O2, CO2 plus H2O. Və buradan deməli, cüt sayda olarsa, bura 4 yazaq, bura 2 yazaq, 2 misli qədər. O zaman hidrogenə 12 olduğu üçün hidrogenə 6 düşər. 6 hidrogenə düşər və oksigen sayına baxaq. 4 vurulsun 2, 8 burada, 6 da burada. Ümumi 14 elədi. 14-ün də yarısı 7-yə bərabərdir. İndi 5 litr karbon dioksid almaq üçün deyir. 2 vurulsun 22 onda 4'ümüzü yandırdığımızda 4 vurulsun 22 onda 4 alırıq. O zaman 5 litr almaq üçün də x yandırmaq lazımdır. Tənasübümüzü yazaq. X bərabər olacaq. Buradan 22 tam onda 4'lər gedər. 10 bölünsün 4'ə bərabər olar. Çapraz vurduğumuz zaman və cavabda 2 onda 5 etmiş olacaq. 2 onda 5. İndi bunları silim. Keçək o bir sualımıza. Kalsiyum 2 müsbət ionunda elektron formunda hansı hacinin elektron formulu ilə eynidir? Elektron formullarının eyni olması üçün elektron saylarına da bərabər olmaq lazımdır. 20 əgər 2 müsbətdirsə, bu zaman 18-dir. Yəni 2 elektronunu verib. 2 elektronunu veribsə, atom müsbət yüklənmiş olur. Və baxaq hansında elektron formulu ilə eyni olar. Bax, 35 mənfi olarsa 36 elektron olar, yaramaz. 53 mənfi olarsa 54 elektron olar, yaramaz. 17 5 müsbət olarsa bu zaman 22 yox da 12 olmuş olar. 9 mənfi olarsa 10 elektron olmuş olar, yaramaz. 17 mənfi olarsa 18 elektron olar. Doğru cavab variantı da elə budur. İndi biraz kiçilək ekranı. 80-ci suala baxaq. 80-ci sualda nə deyir? Hansı maddə özünə H2 birləşdirir? H2 birləşdirməsi üçün elementin pi rabitəsi olması lazımdır. Etan alkandır, yaramaz. Eten yarı-yarı elə cavab variantda eten olacaq. Y variantında metandır, yenə yaramaz. Propandır, yenə alkandır, yaramaz. Metanol isə spirtdə yaramaz. Temperatur artdıqda hansı sıradakı hər iki maddənin suda həll olması azalır? Suda həll olması ilə temperaturu artırdığımız zaman tərs asılı olan maddələr qaz aqreqat halında olan maddələrdir. Natrium var, NH4 var, natrium var, heç bir uyğun deyil. Cavab da olacaq C variantı. 82-ci suala baxaq. Metal oksidi və CO2 əmələ gəlib tam parçalanmadan. İndi baxaq. Metal CO3'dür. Metal nisbi atom kütləsini soruşur bizdən. Metal CO3 parçalandıqda metalo plus CO2 əmələ gəlir. Gəlin baxaq. Deməli, ona əgər CO2-də
44 qramdır. Normalda 1 molu 44 qramdır. 4/4 veribsə, deməli 0/1 moldur. İndi 4/4-ə əgər 10 qram metal O3 CO3 parçalanırsa, daha doğrusu 44'ü x parçalanacaq. X də buradan tapırıq ki 100'dür. İndi keçək ikinci hissəsini həll edək. Bunu silim. İkinci hissəsini həll etdiksə, çox sildim biraz. Eyb yox. İkinci hissəsini həll etdiksə, metal üstə gəlinsin. C'nin kütləsi, CO2'nin ümumilikdə kütləsi 44'dür. 44 üstə gəlinsin 16. Bu bizə metal CO3'ü vermiş oldu. Bu, əgər cəmi 100'ə bərabərdirsə, burada metalın kütləsini asanlıqla tapa bilərik ki, 40 olacaq. Bu qədər. Cavab da olacaq B variantı. 80-cə baxaq. Metal havada yandıqda hansı maddələr əmələ gəlir? Ümumilikdə sadəcə metan deyil, bütün üzvü maddələr havada yandıqda CO2 və su əmələ gələr. Cavab da olacaq Y variantı. İndi keçək 84-cü sual. 84-cü sualda hansı sırada bir atomlu bəst maddələr göstərmişdir? Bir atomlu bəst maddələr. Baxaq. O2 var, səhv cavabdır. Burada biz təsirsiz qazları seçəcəyimiz cavab olacaq, düzgün cavab variantı. Azot var, N2, səhvdir. Kükür var, S8 formasında göstərilir, səhvdir. Azot var, N2 göstərilir, səhvdir. Cavab olacaq C variantı. Magnezium, OH, xlor duzunun adı. Magnezium sabit valentli olduğuna görə valentlik dediyimiz variantları siləsiyi. Hidroxlorid deyirsə, H olmalıdır. Bu hidroxlorid deyil, hidroksid də deyil, hidroksoxloriddir. Hidroksid olması üçün magnezium OH-dan 2 dəfə olması lazım idi. Nəysə yazmıram artıq bütöv. 86 nə üçün NH4H2PO4 kompleks gübrə adlanır? Kompleks gübrə adlandırılması üçün tərkibində 2 qida elementi olmalıdır. O da NKP'dir. 2 qida elementi olduğu üçün doğru cavab A variantı olacaq. 87-də tənliyi verib karbonla X birləşməsinə qızdırıldıqda hansı maddələrinin alındığını soruşur. Əgər bizdə SO2 alınıbsa, bu zaten qatı sulfatı. Biz bunu bilməliyik əvvəlcədən. Qatı sulfatı da burada H2SO4 qatı olmalıdır. Qatı. Karbonla qızdırdığımızda isə cavabda CO2, SO2 və H2O alınmış olmalıdır. Keçək 88-ə sadə formullar CH2-yə uyğun olan maddələr soruşur. Sadə formul dedikdə ümumilikdə indeksləri, yəni əmsalları ixtisar etmemiz lazımdır. Məsələn, tutaq ki, bizə verib C2H2. Bunun sadə formulu hər ikini ixtisar edərik, CH formasında olacaq. Ya da ki, bizə verər, tutaq ki, nə versin? C2H2 dedi, C2H4 versin, məsələn. Bunları ixtisar edərik, 1-in 2-yə qalar. Bu şəkildə variantları yoxlayırıq. 4-ün 10-a nisbəti verməyəcək, səhvdir. 3-ün 8-ə nisbəti verməyəcək, səhvdir. C variantı doğru cavab variantıdır. CH4-də ümumilikdə sadə formula gətirmək olmaz, səhvdir. Və yenə də 3-dən 4-ün nisbəti bizə bunu verməyəcək. Y variantı da bu səbəbdən dolayı səhvdir. Cavab oldu C variantı. Keçək 89-cu suala. Hansı qaz atmosferi çirkləndirir? Burada cavab yalnız xlor olmuş olacaq. Çünki yalnız xlor da atmosferi çirkləndirir. Oksigen zaten təmiz qazdır. N2 də havanın böyük hissəsini o təşkil edir. Yanmaya kömək edən qazı soruşur. Yanmaya kömək edən qaz, burada yalnız işarəliyə, oksigen qazıdır. Çünki bütün reaksiyalarda əgər bizə reaksiyanın başlığında filan maddəni yandırdıqda deyirsə, biz otomatik oksigenlə reaksiya yazırıq. Hansı nitratın parçalanmasından bəsit maddə alınmır? Cavab olacaq A variantı. A variantı parçalanacaq. N2O-ya plus H2O-ya. Ona görə də doğru cavab A variantıdır. Orta fosfat turşusu hansı duzun metalın oksidləşmə dərəcəsi müsbət 3-dür. Müsbət 3 olması üçün H3PO4 3 dənə hidrogeni verdikdə PO4 3 - şəklində olur. Belə bir cavab variantı axtaraq baxaq görək varmı?
Belə bir cavab yoxdur. Aha. Əgər A variantına baxaq, sırayla variantları analiz edək. A variantında görürük ki, 2 dənə hidrogenini verib. Deməli, bu mənfi 2-dir. Mənfi 2 bura gəlibsə, burada deməli olmalıdır müsbət 3. Doğru cavab variantı elə A variantıdır. Buradan çıxır. Bu qədər. Keçək. 93-cü suala baxaq. C2H2 plus H2O civə iştirakında reaksiyaya girib və bu reaksiyadan da asetaldehid alınır. Çünki asetilenin ümumilikdə deyək ki, alkadenlərdən asetilen civə iştirakında reaksiyaya girdikdə asetaldehid, yəni ümumilikdə aldehid alınır. Digərlərin reaksiyalardan isə keton alınır. Cavab olacaq asetaldehid. Asetaldehid. 94-cü suala baxaq. Hansı qazların normal şəraitdə sıxlığı eynidir? Kütlələri tapmamız lazımdır. CO-da 28 olmuş olacaq. C2H2-də 26 olmuş olacaq. 28 olacaq C2H4'də. C2H6'da da 14 üstə gəlsin 6, 20 olmuş olacaq. Qazların normal şəraitdə sıxlığı eynidir deyirsə, Rho bərabərdir M bölünsün V düsturundan tapılır. V zaten qaz halında olduğu üçün 22.4'dür. Deməli bizim kütləmizdə eyni olmalı ki, sıxlıq eyni olmuş olsun. Bu məntiqlə hərəkət eləyirik. Və 1 və 3 doğru olacaq. Cavab olacaq Y variantı. 95-ci suala baxaq. Nə deyir? NK plus 3H2 2NH3 plus 92,2 kilojol reaksiyasından 276,6 kilojol istilik ayrılmışsa neçə litr azot sərf olunmuşdur? Baxaq, çox bəsit sualdır. 23.4 bunu 1 mola görə hesablayırıq. Daha doğrusu 1 mola görə hesablayırıq dediyimdə ən misalında nədirsə ona uyğun hesablayırıq. 92 10'da 2 olarsa 276 10'da 6'ya da x olar. İkisi də səhv etmirəmsə 67 10'da 2 olmalıdır. Çünki bu 3 dəfə artırırsa bu da 3 dəfə artmış olmalıdır. 96-cı suala baxaq. A plus B C reaksiyasının sürəti 0,2 mol bölünsün litr bölünsün saniyədir. B maddəsinin ilkin qatılığı 5 mol bölünsün litrdirsə, neçə saniyədən sonra B'nin qatılığı 3 mol bölünsün litr olmuş olar. Baxaq. Düsturumuz nədir? Delta S bölünsün T bərabərdir sürətə 0,2. Baxaq. Delta S 5 çıxılsın 3'dür. 5 çıxılsın 3 bölünsün T bərabərdir 0,2'yə. 5 çıxılsın 3 bərabərdir 0,2 T'yə. Yəni 2 bərabərdir 0,2 T'yə. T də bərabərdir 10 saniyəyə. Cavab olacaq A variantı. 97-ci suala baxaq. Hansı maddənin 2 molu 0,2 molu tam dissosiasiya etdikdə daha çox sayda iyon ayrılır? Baxaq. Tam dissosiasiya etdikdə 3 1 4 bundan ayrılar. 3 1 4 bundan ayrılar. 2 1 3 bundan ayrılar. 2 3 5 bundan ayrılar. Və 1 1 2 də bundan ayrılar. Cavab olacaq Y variantı. Asetilenin formulunu göstərin. C2H2 də asetilenin formulu. Hansı adı natrium klor iyonundakı yüklərin yükü, iyonların yükü düzgün göstərilib. Natrium müsbətdir, klor mənfidir. Hər zaman belə olur. Metal müsbət olur. Qeyri-metal isə mənfi olur. Dəmirin paslanması hansı prosesdir? Korroziya prosesidir aşağılar. Başqa sual qalmadı. Bu qədər idi. Ümid edirəm ki, sizin üçün faydalı dərs olmuş olar. Belə. Sağ olun. Uğurlar sizə.